Tbilisi Beynəlxalq Hava Limanında şübhəli hərəkətlər edən İsrail vətəndaşı saxlanılıb. 24 News xəbər portalının əldə etdiyi görüntülərdə qeyd olunan şəxsin əvvəlcə hava limanı ərazisində şübhəli davranaraq polis əməkdaşları ilə mübahisə etdiyi, daha sonra isə qışqırmağa başladığı görünür. Maraqlı burasındadır ki, sözü gedən şəxs İslami şüarlarda səsləndirib. Hava limanında olan hüquq mühafizə orqanlarının əməkdaşlarının xəbərdarlığına baxmayaraq eyni hərəkətləri davam etdirən şəxs polis tərəfindən saxlanılıb. My name is Bünyamin Mustafa. I live in Germany. My name is Bünyamin Mustafa. I live in Germany. Elhamdülillah. Elhamdülillah. Elhamdülillah Rabbil Alemin. Elhamdülillah. Elhamdülillah. My firma Motek coming in Georgia. You are welcome. Elhamdülillah. Elhamdülillah. You are welcome. Elhamdülillah. Elhamdülillah. Elhamdülillah Rabbil Alemin. Allah Ekber. Allah Ekber. Thank you very much. Thank you very much. You are welcome. Xəbər portalımızın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən bildirilib ki, şübhəli şəxsin üzərində və çantasında aparılan yoxlama zamanı narkotik vasitə aşkar olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri üzrə istintaq başlanılıb, sözü gedən şəxsi 12 ilədək həbs cəzası gözləyir.